Salam dostlar bir daha. Bugünkü seminarımızın mövzusu təhsildə uğur, motivasiya, zaman idarə olunması və intizam. Gəlin, baxaq görək bizim üçün təhsildə uğur, seminar, yəni təhsildə uğur deyəndə biz nə başa düşürük və bunun üçün lazım olan 4 məsələ var. Bu 4 məsələni mən sizinlə bugün təqdim eləməyə çalışacağam. Birincisi, bu motivasiya anlayışının adı ümumiyyətlə akademik motivasiyadır. Niyə akademik deyirlər? Çünki akademik sözünün mənası elmi deməkdir. Yəni insanın idmana həvəsi ola bilər, nə bilim, şeirə, ədəbiyyata həvəsi ola bilər, yeməyə həvəsi ola bilər. Yəni biz hal-hazırda hansı motivasiyanızı yüksəltməyə çalışırıq? Akademik motivasiyanızı. Niyə? Çünki siz hal-hazırda abituriyentsiniz, universitetə hazırlaşırsınız və bu prosesdə də sizə ən çox lazım olan şey həvəsdir. Deyə bilərsiniz ki, Qoşqar müəllim, biz necə qaldıraq həvəsinizi? Mən başa düşürəm, mən hiss edirəm ki, mənim həvəsim yoxdur çox, özümü dərsə çox verə bilmirəm. Bunu əgər hiss eləyirsinizsə özünüzdə, deməli, özünüz əslində tam təyin eləməmisiniz ki, nə istəyirsiniz. Siz həqiqətən də tam təyin eləmisinizsə ki, mən nə bilim kibernetika mühəndisi olmaq istəyirəm, kiber mühəndis olmaq istəyirəm, ya da diş texniki olmaq istəyirəm, ya da diş həkimi olmaq istəyirəm, ya da hansısa bir spesifik sahədə məqsəd təyin eləmisinizsə, hədəf təyin eləmisinizsə, o zaman sizin akademik motivasiyanız olacaq. Ona görə tam sıyrılmağa çalışın valideynlərinizin təsirindən, valideynlərinizin sizə dediklərini nəzərə alaraq bir daha düşünün ki, siz nə istəyirsiniz? Baxın görək sizin nədən xoşunuz gəlir? Bu bir. Yəni nə eləməkdən, hansı fəaliyyəti icra eləməkdən sizin xoşunuz gəlir? Və baxın görək bu fəaliyyəti siz bacarırsınızmı? Tam əlinizdən gəlirmi bu peşə, bu iş? Və üçüncüdə siz baxın görək bu gördüyünüz iş sizə pul qazandıra bilirmi? Yəni bu məşhur Ikigai kitabı var, Ikigai. Yaponların Ikigai anlayışı var. O kitabda da qeyd eləyir ki, gördüyün iş sənə xoşdurmu? Bu iş sənə pul gətirirmi? Pul. Çünki aranızda yəqin ki, kasıb olmaq istəyən yoxdur da. Hamı varlı olmaq istəyir. Hamı imkanlı olmaq istəyir. Hamı maddi rifahının yüksək olmağını istəyir. Heç kimə möhtac olmaq istəmirik. Heç kimin əlinə baxmaq istəmirik. Ona görə də biz indi bunu təyin eləməliyik. 9-cu, 10-cu sinif bəlkə də bəziləri üçün gec, bəziləri üçün də vaxtıdır. Yəni problem yoxdur. Bu vaxtacan təyin eləməmisinizsə indi təyin eləyin. Əgər məsələn sizin istədiyiniz bu deyilsə, siz məsələn universitet düşünmürsünüz, o zaman gedin valideynlərinizlə danışın mütləq. Deyin ki, ata, ana, mənə pul tökürsən, amma mənim üçün xoş deyil də universitetə hazırlaşmaq. Mən aşpaz olmaq istəyirəm. Mən gedim peşəyə. Mən gedim, çünki aşpazlar universitet məzunlarından daha az pul qazanmır, yaxşı aşpazlar. Və ya mən motorist olmaq istəyirəm. Motoristlər universitet məzunlarından daha az qazanmır. Ona görə də siz təyin eləyin ki, mən nə olmaq istəyirəm. Əgər həqiqətən də universitetə getmək və ali təhsil almaq və bu yolla həyatda yüksək bir mənada mövqe, maddi rifah əldə etmək istəyirsinizsə, o zaman özünüzü bu işə tam verin. Tam. Yəni başqa heç bir şeyə diqqət yetirmədən akademik həvəsinizi o sonda qoyduğunuz hədəfə görə müəyyən edin. Deməli, akademik motivasiya dostlar, sizin elə bil ki, benzininizdir. Siz bir maşınsınızsa, sizin benzininizdir. O olmadan siz qabağa gedə bilməzsiniz, məqsədinizə çata bilməzsiniz. Ümumiyyətlə, akademik motivasiyası yüksək olan şagirdlər, tələbələr daha yaxşı nəticələr əldə edir. Bu faktdır. Bu artıq sübut olunmuş bir şeydir. Və akademik motivasiyada digər motivasiya növləri kimi xarici və daxili olur. Xarici odur ki, xaricdə, yəni sizin bədəninizin xaricində nəsə sizi həvəsləndirir. Bu nə ola bilər? Atanız deyib ki, universitetə girsən sənə maşın alacağam. Universitetə girsən sənə telefon alacağam. Ya da universitetə girsən sənə filan şey eləyəcəm. Bunlar hamısı xarici motivasiyalardır. Amma daxili motivasiya xarici daha önəmlidir. Niyə? Çünki bu artıq elə bil ki, siz lokomotivsiniz də. Bir var ki, qatar var, qatarın vaqonları var. Vaqonlar bir-birini daşıyır. Amma lokomotiv özü gedir. Onun içində bir alov var. Onun içərisində bir yanacaq var. Özü özünü aparır. İndi daxili motivasiya varsa nə gözəl. Yoxdursa heç olmasa xarici motivasiya ilə idarə edin. Yəni xaricdə nəsə sizi motivasiya eləməlidir, həvəsləndirməlidir ki, mən niyə buradayam?
Mən niyə universitetdə oxuyuram? Daxili motivasiya dostlar necə alovlandırıla bilər? Siz süni şəkildə özünüzə təlqin eləyərək dərsinizdən zövq almağa çalışa bilərsiniz. Buna deyirlər flow state, yəni axına düşmək. Axına düşmək. Məsələn, Call of Duty oynayırsınız ya da nə bilim Roblox oynayırsınız. Vaxtın necə keçdiyini heç özünüz də anlamırsınız. Baxırsınız ki, oyuna bir dalmısınız, Minecraft'a bir dalmısınız, bir də baxmısınız ki, 1 saat keçib sanki 5 dəqiqə kimi gəlir sizə. Buna deyirlər axına düşmək. Flow state. İndi siz o flow state-ə düşmək üçün nə etməlisiniz bilirsiniz? Heç dərs sizə ləzzət eləməsə belə, deməlisiniz ki, bu dərs nə gözəldir. Coğrafiya nə qəşəngdir. Riyaziyyat nə gözəldir. Ayda, wow falan belə artistlik eləyib özünüzdə bir həvəs yaratmağa çalışırsınız. Özünüz özünüzə əvvəlcə yalan danışırsınız, tamam mı? Bu yalan ciddi bir yalan deyil də, qəbahət də deyil. Özünüz özünüzə yalan danışırsınız və öz yalanınıza özünüz inanacaqsınız və o artıq yalan olmaqdan çıxıb sizin gerçəyiniz olacaq. Belə bir nümunə verim dostlar. Bir qardaşınız ya da bir bacınız var, eyni otaqda qalırsınız. Ailənizdə deyək ki, imkanlar ona əl verir, siz eyni otağı bölüşməlisiniz onunla. Qardaşınızdır, bacınızdır. Siz dediniz ki, mən nə günah işlədim görəsən mənim qardaşım belə bir insandır. Mənim bacım belə bir insandır. Ay mənim zəhləm getmiş bacım, eybəcər bacım ya da nə bilim qardaşım, fərqi yoxdur. Deməli siz o sözləri beyninizdə, zehninizdə və dilinizdə ifadə elədikcə o eyni otağı bölüşdüyünüz insan sizin gözünüzdə daha da çirkinləşəcək. Daha da eybəcərləşəcək və sizin artıq dolanmaq mümkün olmayacaq. Onunla eyni otağı bölüşmək mümkün olmayacaq. Hər gününüz əzaba çevriləcək. Amma siz dönüb desəniz ki, mənim qəşəng bacım, qəşəng qardaşım, onu tərifləsəniz, ona xoş davransanız, yalanmışdan. Bu yalan sonradan gerçək olacaq. Bunu tədqiqatlar, psixoloqlar, psixiatrlar sübut eləyir. Bir məşhur bir lətifə kimi bir hekayə var. Birisi qaynanasını öldürmək istəyir. Deyir ki, cadu eləyim, o ölsün, zəhərlənsin, ölsün. Gedir cadugərə, cadugar ona bir dərman verir. Deyir ki, amma bunu 40 gün ərzində verməlisən. Yavaş-yavaş verməlisən. Amma bu 40 gün ərzində ona çox yaxşı davranmalısan. Gəlin başlayır qaynanasına hər gün yeməyini zəhər qoyur və xoş davranır, çox xoş davranır. 30-cu, 35-ci gün gedir cadugərin qapısını döyür, deyir ki, mənim qaynanam nə gözəl insan imiş. Mənim qaynanam o qədər gözəl insan imiş ki, mən indi onu kəşf eləmişəm. Aman da bunun nəsə bir yolunu tap, mən onu öldürmək istəmirəm. Çox peşmanam deyir. Və cadugər deyir ki, zaten mənim verdiyim də elə belə bir şey idi. Əslində zəhər deyildi. Mən bilirdim ki, sən bu yola gələcəksən, düzgün yolu tapacaqsan. İndi demək istədiyim odur. Mən biologiya oxumuşam illərlə biologiya oxumuşam. Biologiya əzbərçi bir sahədir. Çoxlu şey var. Əzbərlənəsi, öyrənəsi, yadda saxlayası çoxlu şey var. İndi biologiya oxuyanda mən nə edirdim? Öz aləmimdə belə eləyirdim. Deməli, böyrək belə işləyirmiş. Mən heç düşünməmişdim. Deməli, böyrəklə ağciyər arasında belə bir bənzərlik var. Ayda falan, belə. Yəni, sonra bir senari quraşdırırdım öz beynimdə. Deməli, qan buradan gəlir, ürəkdən belə keçir, sonra buradan belə gedir, belə gəlir. İkili qan dövranı sistemi, nə bilim, qapalı qan, nə bilim, deyək ki, balaca qan dövranı, böyük qan dövranı. Bunların hamısını bir senariləşdirirdim. Çünki insanın beynində sujet xətti qalır. Yəni, senari qalır. Amma sujet xətti yoxdursa, bir senari, bir ardıcıllıq yoxdursa, bir hekayə yoxdursa, adamı yadında saxlayanmır. Ona görə də siz öyrəndiklərinizi beyninizdə bir hekayələşdirin. Məsələn, nə bilim, indi ingiliscə oxuyursunuz. Bugün öyrəndiyiniz 3 söz varsa, gedin bugün onu istifadə edin. Atanıza, ananıza o sözləri deyin. Nə bilim, yoldaşınızla o sözləri istifadə edin. Bir də, dostlar, bunu da deyim, öyrənməyin ən gözəl yolu öyrətməkdir. Yəni sizin dost qrupunuz var da, mən indi görürəm ki, ora 3-3-4-4 şagirdlər gəlir. Öz çevrəniz var, öz ətrafınız var. Bu ətrafınızda nədən söhbət eləyirsiniz, nədən danışırsınız? Həmişə oyundanmı? Bu nöqsandır. Oyundan danışmaq olar, amma həmişə yox. Futboldanmı? Ola bilər, amma həmişə yox. İndi siz bəzən oturub bir yerə yığılıb, məsələn, nə bilim, bir çay evində ya da nə bilim, birinizin evində və ya məktəbin bufetində, bir kitabxanada oturub o dərslə bağlı mövzunu müzakirə eləməyiniz, bir-birinizə öyrətməyiniz
möhtəşəm nəticə verir. Öyrədənə də, eşidənə də müsbət təsir eləyir. Buna deyirlər qrup çalışması, bilirsiniz də. ODTÜ-də mənim oxuduğum ali təhsil müəssisəsində kitabxananın iki bölməsi var idi. Yəni iki binası var idi. Bir bina səsli, bir bina səssiz. Səssiz bölmədə hamı fərdi işləyir, səsli bölmədə isə qarğa bazarı. Dəhşətli bir səs, hamı qrup halında işləyir və heç kim də heç kimdən narahat olmur. Çünki ora qrup işi üçündür. Kim səssiz çalışmaq istəyirsə, gedir o bir tərəfə. Siz də bunu edin dostlar. Birincisi, akademik motivasiyanı qaldırmaq üçün birincisi özünüzə yalan danışırsınız, öz yalanınıza inanmağa çalışırsınız. İkincisi də wow falan filan eləyirsiniz. Süni şəkildə sonra o artıq sizin reallığınız olacaq. Üçüncüsü, bir-birinizlə köməkləşirsiniz, bir-birinizə dərs öyrədirsiniz, öyrəndiklərinizi bu gün öyrədirsiniz. Deməli, mən niyə dərs oxuram? Bu sualın cavabını özünüzdə verin. Mən mühəndis olmaq üçün dərs oxuyuram və mühəndis olduqdan sonra istəyirəm ki, yaxşı yaşayım, müsbət, qəşəng, əla, heç kimə möhtac olmayım. Öz sahəmdə birinci olum, üçüncü olum, beşinci olum. Sonra dəyər yaradım. Deyin ki, mən niyə dərs oxuyuram? Mən ona görə dərs oxuyuram ki, mən həkim olmaq istəyirəm, insanlara kömək eləmək istəyirəm. Mən müəllim olmaq istəyirəm, insanlara dərs öyrətmək istəyirəm. Yəni mən dəyər yaratmaq istəyirəm. Bir Slesar da dəyər yaradır, bir Malyar da dəyər yaradır. Yəni dəyər yaratmaq odur ki, insanlara dəyərli olan bir şey ortaya qoyursan. Elmdə, elmi məqalədə, kitabda, nə bilim bərbərdə bir dəyər qoyur ortaya. Biz əgər onlar dəyər yaratmasaydı, biz onlara pul verməzdik zaten. Ona görə də dostlar, siz baxın görək siz hansı dəyəri yaradacaqsınız, hansı dəyəri ortaya qoyacaqsınız. Bunu fikirləşin və bu sizə artıq bir ləzzət eləyəcək, həvəsləndirəcək və sizə motivasiya verəcək. Deməli, öz kiçik qələbələrinizi qiymətləndirin. Yəni özünüzə məndə yox, yaxşı alınmır deməyin. Mən bacarmıram deməyin. Öz qələbələrinizi, öz zəfərlərinizi, kiçik zəfərləriniz belə olsa, uğurlarınız belə olsa, onları dəyərləndirin. Özünüzü mükafatlandırın. Ümumiyyətlə 200 günün qabağına keçin. Mustafa müəllim kimi həm ziyarət, həm ticarət kinosunda deyin ki, ay Allah, sən mənə lotereya biletində bir maşın ver. Belə deməsəniz belə, deyin ki, sən bunu bacaracaqsan. Sən bunu bacaracaqsan. Sən bunu bacaracaqsan sözünü hər gün 100 dəfə deyin özünüzə. Niyə bunu deməlisiniz bilirsiniz? Çünki insanın dedikləri onun artıq düşüncələrinə çevrilir. Düşüncələri əməllərinə çevrilir. Əməllər isə artıq uğuru zəmanət altına alır. Ona görə də məndə alınmayacaq sözünü ümumiyyətlə lüğətinizdən çıxarın. Mən çox da uğurlu deyiləm kimi mənfi ifadələri özünüzdən uzaqlaşdırın. Həmişə müsbət ab-havada olun. Kim sizi həvəsdən salırsa, ondan uzaq gəzin. Ondan sonra ikinci məsələ, bugünkü seminarımızın ikinci məsələsi vaxtı effektiv idarə etmək. Vaxt axır. Vaxt pul kimidir. Yəni vaxt nəqdir. O gedir, hər gün istifadə olunur. Amma xoşbəxtlikdən hamının 24 saatı var. O 24 saatı siz necə istifadə edirsiniz? İndi məsələn Amerikada bizdə saat səhər 6:57-dir. İndi Zaur müəllim məni buraya dəvət eləyəndə mən gördüm ki, mən tətildəyəm. Hamı burada mənim müəllim yoldaşlarım dincəlir, yatır. Mənim övladlarım da hal-hazırda yatır. Amma mən tətildə olmağıma rəğmən düşündüm ki, madam mən insanlara bir dəyər verəcəm, bir dəyər ötürəcəm, öz biliklərimi, savadımı ötürməyə çalışacağım, o zaman səhər 6-da durmağa dəyər. Olub ki, məsələn, Amerikadan ictimai televiziyanın verilişinə qoşulmuşam gecə saat 2-də ya da nə bilim, ARB televiziyasının verilişinə qoşulmuşam gecə saat 3-də. Niyə? Mənə onlar heç nə ödəniş eləmir. Yəni, onlar mənə pul olaraq qayıtmır. Amma mən öz-özümə fikirləşirəm ki, mən Azərbaycanlıyam və Azərbaycan olaraq ölkəmdə hansısa bir təhsil gündəminə rəy bildirəcəm, bir istiqamət verəcəm, fikirlərimi bölüşəcəm. Bu mənim üçün faydalıdır. Mən fayda verirəm, bu mənə mənəvi həzz verir, həm də bu mənim reputasiyama faydalıdır. Bu mənada dostlar, bunları bir mənada göz açıq olun ki, mən vaxtımı necə istifadə edirəm? Neçədə dururam, neçədə yatıram? Ümumiyyətlə bir cədvəliniz varmı? Gündəlik proqramınız varmı? Hal-hazırda mən sizə soyuducunun üstündə göstərə bilərəm. Bizim, məsələn, evdə uşaqların tətili var. Mən onlara cədvəl düzəltmişəm.
Yüngülvari. Yəni çox axşama qədər dərs oxumaq yox. Bunlar onsuz da hələ 6-cı sinifdədirlər, 2-ci sinifdədirlər. Yəni onları sıxmayan bir cədvəl düzəltmişəm. Ən pis proqram belə, ən pis cədvəl belə cədvəlçilikdən, proqramçılıqdan yaxşıdır. Gedin indi bu gün əgər yoxdursa, mütləq cədvəl düzəldin. Səhər bu saatda dururam, axşam bu saatda yatıram, bu saat mənim dərs çalışma saatımdır, bu saat mənim telefonla oynama saatımdır, bu saat mənim Instagrama baxma saatımdır, bu saat mənim Roblox saatımdır. Yəni hamısını olsun. Olmasın demirəm. Əgər xoşunuza gəlirsə, o sizə ləzzət eləyirsə, yarım saat, bir saat oynayın. Amma mütləq fiziki fəaliyyət olsun. Yəni bir jim basmaq, pres basmaq, idman, egzərsiz, bunlar mütləq olsun. Çünki sağlam bədən, sağlam ruh deməkdir. Yəni əgər heç ayağa durmadan dərs oxuyursunuzsa, bu da yaxşı bir şey deyil. Pomodoro texnikası daha yaxşıdır. Pomodoro'nu yəqin ki eşitmisiniz. Pomodoro texnikası deyir ki, 25 dəqiqə dayanmadan oxu. Telefonsuz, telefon səndən uzaqda olsun. Sonra 5 dəqiqə dincəl, sonra 25 dəqiqə daha oxu. Yəni bu formada siz daha belə bir mənada çevik olarsınız da, yoxsa beliniz, buxununuz ağrıyar. Yəni onurğanız əyilər. Mütləq, məsələn, belə 25 dəqiqəlik bölmələrlə dərs oxumağınız daha faydalıdır. Amma siz öyrəşmisiniz, deyirsiniz ki, müəllim, mən bir qapandım mı 2 saat dərs oxuyuram. Mən heç nə demirəm, oxuyun. Amma yəni 2 saat yerindən durmamaq sizi narahat eləyə bilər. Sizin onurğanızı, deyək ki, fəqrələrinizi narahat eləyə bilər. Ona görə də özünüzə də yazdığınız gəlsin, amma vaxtınıza daha çox yazdığınız gəlsin. Çünki siz hal-hazırda abituriyentsiniz, televizor sizin həyatınızdan çıxmalıdır, serial sizin həyatınızdan çıxmalıdır. Yəqin ki, ümid edirəm, Xoşqədəmə, Elgizə baxmırsınız. Yəni bu qəbildən belə lazımsız verilişlər, lazımsız seriallar, kiminsə pul qazanmaq üçün olan dəsti xətlər, deyək ki, hamısı o xəyal gücünün məhsullarıdır da. O artıq sizin həyatınızdan çıxmalıdır ki, mənim həyatımda 10-11-ci sinifdən sonra televizor olmayıbdır ümumiyyətlə. Ailəm televizoru yığışdırıb qoyubdu bir küncə və biz orta məktəbi qutarıb universitetə gedəndən sonra valideynlərim televizoru istifadə eləməyə başlayıb. Prioritetləşdirin ki, mən məsələn gündə mən 5 fənnim var, 4 fənnim var. Bu fənləri mən hansını nə vaxt hazırlaşacağam? Yəni mənim üçün ən vacibi hansıdır, sonra hansıdır, sonra hansıdır, hansında çətinliyiniz varsa onu daha çox oxumağa, əksikliklərinizi ortadan qaldırmağa çalışın. Nə badə təxirə salmayın. Bu gün məsələn cədvəldən bəhs elədim elə, yoxdur. Sabahdan başlayaram, gələn həftədən başlayıram. Bunu deməyin. Təxirə salmaq bir xəstəlikdir, psixoloji xəstəlikdir. Onlarla, yüzlərlə insan bu xəstəlikdən əziyyət çəkir dünyada. Təxirə salır. Deyirsən ki, ay oğul, get bugün su pulunu ödə. Deyir ki, ay mama, sabah ödəyəcəm. Sabahlar bitmir. Sabah. Beləcə gedir. Bir ay da yadımdan çıxdı. Belə eləməyin dostlar. Sonra telefon bir tələdir. Tələbə üçün telefon, abituriyent üçün telefon bir tələdir. Fikir verin, bu il neçənci, bu ilki abituriyentlərdən birisi 697 bal yığdı. Həm də futbolist idi də, futbolçu idi. O Bakı Ali Neft məktəbinə girdi. Nə idi oğlan adı, yadımdan çıxıb. Amma belə qarayanız hündür oğlan idi. O oğlan məsələn deyir ki, mən telefonum da var deyir. Futbol da oynayıram deyir, dərs də oxuyuram deyir. Bunun mən mümkünlüyünü isbat elədim. Öz aləmimdə mən deyir, hədəfimə çatdım. 700 istəyirdim amma olmadı deyir. Fikir verin, 697 bal yığıb və futbolu da var, hər şey də var. Yəni hər şeyini səhmanda eləyə bilir. Deməli bunun ekran saatı çox azdır da. Deməli bu telefona az baxıb da. Bu deməli oyun asılılığı yoxdur. Futbol asılılığı var. Futbol asılılığı varsa nə gözəl. Yəni idman gözəldir. İdmanla məşğul olun. Amma telefon həqiqətən hal-hazırda şagirdləri, hamısı belə alıb başını gedir də bu telefon xəstəliyi. Böyüklər üçün də bu bir aktuallığını qoruyan bir durumdur. Deməli, bir dənə də şey var idi, yadınızda da, o da başqa bir nümunədir. Şəkinin bir kəndindən 700 bal yığmışdı bir oğlan. O da dedi ki, mənim dedi, universitet imtahanına qədər smartfonum olmayıb. Universitet imtahanından sonra smartfonum olub, almışam. Bu da önəmli bir ola bilər. Məsələn, əgər siz telefonla mübarizə apara bilmirsinizsə, o zaman telefonu həyatınızdan çıxarın da. Yəni, əgər o telefonu manage eləyə bilmirsiniz, idarə eləyə bilmirsiniz, telefon var və siz ona istər-istəməz dərs oxuyanda notification gəlir, bildiriş gəlir, açıb baxırsınız. 5 dəqiqədə bir, 10 dəqiqədə bir telefona baxmağınız gəlir. O zaman siz o tələyə düşmüsünüz.
O tələdən çıxmağın yolu telefonu uzaqlaşdırmaqdır. Telefonu tullayın o birisi otağa, telefonu ümumiyyətlə söndürün, 1-2 saat dərs oxuyun, sonra gedin baxın da. Amma dərs oxuya-oxuya telefon və ya telefonla dərs oxumaq, heç yatmağı belə telefonla məsləhət görmürlər. Nə qədər adam var ki, doktorlar deyir ki, həkimlər deyir ki, telefon yanınızda, başınızın ucunda yatmayın. Yatmaq belə zərərlidirsə, dərs oxumaq necə mümkün ola bilər? Yəni, məsələn, mən kitab mütaliə eləyirəm, telefon varsa yanımda çox effektivlik aşağı düşür. Telefonu qoyuram, o birisi tərəfə gəlirəm, elə belə kitab oxumaq üçün belə telefonla bu çox da mümkün olmur. Deməli, əsas məsələ telefondur. Uzaqlaşdırın, bildirişləri susturun, özünüzə məhdudiyyətlər qoyun və özünüzü dəyərli tutun, özünüzə qiymət verin, mükafatlandırın özünüzü. Deyin ki, mən bu gün sınaqdan 550 bal yığmışam, ötən sınaqda 480 bal yığmışdım, 70 bal yüksəltmişəm. Bu gün özümü mükafatlandırıram. Bu gün gedirəm deyə ki, nə bilim, yarım saat özüm ən sevdiyim fəaliyyət eləyirəm. Ən sevdiyiniz fəaliyyət dəyişə bilər burada. Oyun da ola bilər, başqa şey də ola bilər. Bu sizdən asılıdır. Deməli, gəlirik disiplina məsələsi. 4-cü məsələ disiplina məsələsi. Əgər bir yerdə uğur varsa, orada disiplina var. Disiplina varsa, uğur var. Bunlar ikisi bir-birini əsaslandırır, şərtləndirir. Bir yerdə disiplina yoxdursa, həmişə yox, amma əksəriyyətlə uğur yoxdur. Bəzi intizamsız insanlar var ki, uğurlu olub. Amma onlar 100 nəfərdən, 1000 nəfərdən 1-2 nəfərdir. Onlar belə dağınıqdılar, amma uğurludular. Amma bu çox az adamdır. Yəni, bu bəlkə də Einsteindir. Nə bilim, belə nadir, yəni, milyon adamdan bir nəfər. Yəni, bunlar bizə nümunə deyil də. Disiplina bilirsiniz nədir? Məsələn, getsəniz hal-hazırda ARB televiziyasına ya da Space-ə ya da nə bilim, Real televiziyasına. Sabah nə olacağı televizorda hər şeyin saatı məlumdur, elə deyilmi? Niyə? Çünki bir gün əvvəldən, 3 gün, 5 gün əvvəldən müəyyən eləmədən o televiziya necə işləyə bilər? Karvan yolda düzəlmir axı. Yəni, disiplina budur bax. Sabah, birisi gün, o birisi gün nə edəcəyiniz bəllidir. Nə hansı saatda, nə çıxacağı, sizin həyatınızda nə olacağı bəllidir. Bu disiplinadır. Siz o qayda qanunlara əməl eləyirsinizsə, vəssalam, hər şey qaydasında gedir. 1 illik planınız olsun, 6 aylıq, 3 aylıq, 5 aylıq planlarınız olsun. O plana doğru hərəkət eləyin. Deyin ki, məsələn, mən bu gələn ayın axırı belə olmaq istəyirəm. Gələn ayın axırı balımı bura qaldırmaq istəyirəm. Bunu yazın, otağınıza asın. Çünki deməyiniz, görməyiniz, hamısı sizin əməllərinizə təsir eləyir, vərdişlərinizə təsir eləyir və sizin bunu ümumiyyətlə bir dənə Amy Cuddy deyilən TEDx spikeri var, məşhur. Amy Cuddy bir qadındır, o eksperiment aparır insanlar üzərində. Deyir ki, məsələn, insanın bu şey var, dayanmaq şəkli. Yəni, buna deyirlər, İngiliscə deyirlər posture. Yəni, nə deyirlər Azərbaycan dilində? Poz verməkdə, poz. İnsanın pozaları, insanın dayanma şəkli, psixologiyasına təsir eləyir, deyir bu qadın. İnsanın dayanma şəkli davranışlarına, psixologiyasına təsir eləyir. İndi biz bilirik ki, məsələn, qorxan adam bir cür dayanır, sevinən adam başqa cür dayanır, nə bilim, həyəcanlı adam başqa cür dayanır. Onun xarici durumundan hiss eləyirik ki, canı sıxılıbmı, yoxsa həyəcanlıdırmı, nədir? İndi bu adam deyir ki, bu qadın deyir ki, sən deyir, qəsdən öz pozanı dəyişdir və bu sənin psixologiyana təsir eləyəcək. Məsələn, indi ön tərəfdə oturan şagirdlər, mən onları görürəm, deyək ki, birisi deyək ki, belə dayanıb, birisi əllərini aşağı qoyub, birisi... Məsələn, bunlar hamısı əslində onların psixologiyasına bir cür onun təsiri var və ya psixologiyaları onların həmin davranışını müəyyən eləyir. Birisi ola bilib ki, fikirləşir ki, Qoşqar müəllim görəsən nə vaxt qutaracaq. Birisi fikirləşir ki, yəni ürəyimiz sıxıldı və s. Bunlar hamısı normaldır. Yəni, indi mən deyirəm ki, dostlar, bunu gəlin dəyişdirək. Məsələn, getmirsən iş görüşməsinə, iş müraciət eləyirsən ya da viza görüşməsinə Hollandiyaya müraciət eləyirsən,
Orada əgər sən həyəcanlı və zəif bir pozada dayanmısansa, belə əzilib bükülmüsənsə, dik durmursansa, belə güclü dayanmırsansa, o zaman sənin orada uğurlu olma ehtimalın daha azdır. Amma belə güclü dayanmısan, əzik-büzük dayanmamısan, güclü belə nə bilim deyək ki, Qurban Qurbanov kimi dayanmısan, da belə idmançı kimi dayanmısan, dik dayanmısan, başın dikdir, özün diksən, əzilib büzülməmisən, o zaman deyir, o sənin psixologiyana daha çox təsir eləyəcək. Bunu da bu videonu mən sizə izləməyi məsləhət görürəm. Amy Cuddy deyilən bir qadındır. Deməli, tərcüməsini artıq YouTube-da bilirsiniz də, tərcümə, avtomatik tərcümə özəlliyi gəlib. Onu birbaşa izləyə bilərsiniz və ya altyazı ilə izləyə bilərsiniz. Deməli, dərs oxumaq üçün özünüzün xüsusi bir məkanı varmı? Baxın, özünüzə məxsus bir otağınız, heç olmasa bir məkanınız varmı? Yoxsa siz televizorun qabağında dərs oxuyanlardansınızmı? Qətiyyən eləməyin. Mətbəxdə ana orada iş görərkən siz orada onun yanında dərs oxuyanlardansınızmı? Qətiyyən eləməyin. Özünüzü izole eləyin, türklər demiş. İzole, yəni özünüzü ayırın insanlardan. Bir müddət təcrid eləyin insanlardan. Qonaq gəlir, xoş gəlir. Qonaq gedirlər, xoş gedirlər. Siz dərsinizə tamamilə fokuslanın ki, uğur əldə edə biləsiniz. Bəli, nizam, intizam və motivasiya ortada artıq akademik uğur qaçılmaz olur dostlar. Bunu etsəniz, motivasiyanız yaxşıdırsa, nizam intizamınız da yerindədirsə, akademik uğur sizin üçün artıq qaçılmaz olacaq. Bəli, bugün sizin uğurunuz bugündən başlayır. Bugün siz etdiklərinizlə balınızı müəyyən edirsiniz. İlin sonundakı balınızı, 2 ilin, 3 ilin sonundakı balınızı indi etdiklərinizlə müəyyən edirsiniz. İndi etdiklərinizin nəticəsində siz 10 il sonra ya kasıb ya da varlı olacaqsınız. Ya kiminsə əlinə baxacaqsınız, atanızın, ananızın əlinə baxacaqsınız ya da tamamilə maddi müstəqilliyini əldə eləmiş, istədiyi insana hədiyyə ala bilən, istədiyi insana şot verə bilən bir insan olacaqsınız. İndi bunu eləmək, hansını eləmək yaxşıdır? Sizə nə ləzzət eləyir? Pul xərcləmək, yoxsa pul istəmək? Yəni, pul istəyib xərcləmək insanı narahat eləyir. Bu müftəxorluqdur. Bu müftəxorluğun isə axırı yoxdur. Yəni, müftəxorluq bir vaxtacan sizi aparır, sonra yenə elə günə möhtac olursunuz. Sonra ondan bundan insanın şəxsiyyəti zədələnir insanlardan başqa. İnsanlara möhtac olanda, kasıb olanda insanın şəxsiyyəti zərər görür. Onun simasında da, onun hərəkətlərində də bir kasıblıq hissi olunur. Ona görə də kasıb olmaq bir insanın deyək ki, qədəri, qisməti bu mənada deyil. İnsanlar əməlləri ilə ya kasıb ya da varlı olurlar. Yəni, deyə bilərsiniz ki, Qoşqar müəllim, bəs bəzi insanlar var ki, ümumiyyətlə fiziki məhdudiyyətləri var, ona görə kasıbdılar ya da ailədən elə gəlib, onları oxudan olmayıb və s. Biz insanları qınaya bilmərik. Biz o insanları qınaya bilmərik. Amma gələcək sizin əlinizdədir. Demək istədiyim budur. Mən heç kimə qınaya bilmərəm ki, sən niyə kasıbsan, sən niyə beləsən, sən niyə eləsən. Sən atanı, ananı da qınaya bilməzsən, valideynlərini də qınaya bilməzsən. Amma özünə doğru barmaqlarını yönləndirə bilərsən. Yəni, deyə bilərsən ki, hal-hazırda mənim gələcəyim mənim əlimdədir. Amma atam, anam üçün bəzi şeylər artıq gecdir. Onlar müəyyən səhvləri eləyiblər, valideynlər onları dəstəkləməyib. Amma mənim hal-hazırda imkanım var ki, mən gedim ADA Universitetinə qəbul olum. Gedim Bakı Ali Neft Məktəbinə qəbul olum. Gedim Xəzər Universitetinə qəbul olum. Azərbaycanda zaten 4-5 dənə yaxşı universitet var. Qalanlarını mən şəxsən vaxt itkisi hesab eləyirəm. İngilis dilində təhsil almağa çalışın, dostlar. Bakalavr təhsilini ingilis dilində təhsil almağa çalışın. Çünki dünyanın dili artıq ingiliscə olub. Yoxsa sizə hava atacaqlar, siz də deyəcəksiniz ki, ayda mən ingiliscə təzədən bilmirəm, gedib kursa getməliyəm. Universitetdə gedib kursa gedəndə görəcəksiniz ki, mənim deyək ki, dostlarım hamısı TOEFL balı var, IELTS balı var, amma mənim hələ ingiliscə kurs öyrənməliyəm. Mən sizə ailəmdən nümunələr verə bilərəm. Qohumlarımdan nümunələr verə bilərəm ki, universiteti qutardılar, əskərə getdilər, gəldilər, amma heç bir baltaya sap ola bilmədilər. Həm də sayılan, seçilən universitetlərin məzunları. Niyə bilirsiniz? Çünki universitet həyatını yaxşı dəyərləndirmədilər. Universitet həyatında dili tam qavramadılar. Universitet həyatlarında hələ də bunlar laptopla oturub işləmirdilər. Yəni,
belə baxırsan ki, tələbənin laptopu olmazmı? Tələbənin mütləq laptopu olmalıdır. Tələbənin mütləq ingilis dilisi olmalıdır. İKT-ni, kompüteri yaxşı bilməlidir. Bu bir qaçılmaz, geri dönüşü olmayan bir yoldur. Dalandır. Yəni buradan da artıq geri dönüş yoxdur. Siz bu yolda irəliyə doğru baxmalısınız. Ə, və bunun da nəticəsində artıq siz istədiyiniz şeylərə nail ola biləcəksiniz dostlar. Və burada mən sizə bir ə, Azərbaycanlı şairimizin məşhur şeirini oxumaq istəyirəm. Tam bir motivasiya şeiridir. Bununla da yekunlaşdıracağım. 2 dəqiqəmiz qalıb müəllim. Zəngimiz vuruldu, çöl zəngi. 5 dəqiqə sonra şagirdlər dərsə girəcəklər. Tamam. Deməli dostlar, bu şeiri dəfələrlə gedin özünüzdə oxuyun. Çünki bu şeir birbaşa motivasiya şeiridir. Baxın nə deyir? Deyir ki, bir rəngi yox, göylərin min rəngini sevirəm. Yəni aza qənaət eləmir. Bir gülü yox, güllərin çələngini sevirəm. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm. Həyatı həyat kimi yaşamaq istəyirəm. Yəni elə belə yaşamaq istəmirəm deyir. Yaxşı yaşamaq istəyirəm. Balaca hədəflərim yoxdur, böyük hədəflərim var deyir. Mənim uca dağ istəyirəm deyir. Həyatın kədəri də deyir gözəldir, sevinci də gözəldir. Hamısını deyir əzizləyirəm mən. Onları xoş qəbul edirəm. Heç kimi qınamıram, heç kimdən şikayət eləmirəm. Hər kədərdən sonra sevinc var, hər sevincdən sonra kədər var. Bunları deyir əzizləməkdir məharət. Yoxsa ağlamaq, sızlamaq mənasızdır. Və sonuna gəlirəm. Deyir ki, burada yəni insanın bir əzmi, iradəsi, məqsədi olmalıdır, böyük hədəfləri olmalıdır. Deyir, çağlamaq istəyirəm dağda şəlalə kimi, səpilmək istəyirəm çöllərə lalə kimi, dərya olub, nəhr olub çalxanmaq istəyirəm, göylərdə ulduz kimi mən yanmaq istəyirəm, şığmaq istəyirəm başsız küləklər kimi, bəslənmək istəyirəm bütün ürəklərdə mən, arzu diləklər kimi, bir rəngi yox, göylərin min rəngini sevirəm, bir gülü yox, güllərin çələngini sevirəm, mən çıxmağa təpə yox, uca dağ istəyirəm, həyatı həyat kimi yaşamaq istəyirəm. Həyatı həyat kimi yaşamaq istəyirəm. Sizin hamınıza gözəl həyat arzulayıram. Bunun üçün isə sizdə lazım olan iradəni möhkəmləndirməyi və dirəşməyi arzulayıram. Sağ olun, sağlıqla qalın. Çox sağ olun dostlar. Təşəkkür edirəm Qoşqar müəllim. Mən də təşəkkür edirəm. İşləriniz sağ olun. Danışarıq müəllim. Oldu müəllim, inşallah. Sağ olun. Sağ olun.